Axşam saat 3 idi. Mən bunları hazırlayıb bitirdim. Bu təzə gələn parçamızdır. Taxt üçün sifariş olunub. 4 yastıq üzü ilə ikisi döşək üzü ilə eyni rəngdədir. İkisi də yorğan üzü ilə eyni rəngdədir. Burada belə tək nəfərlik var. Bu da eyni iki qardaşa sifariş olunub. Daha sonra burada belə 4 yaşlı balamız üçün dəstimiz var. 2 yastıqla sifariş olunub. Yenə yastığının biri döşək üzü ilə eynidir, digər də yorğan üzü ilə eynidir. Sonra burada yenə tək nəfərlik dəstimiz var. Bu da çox gözəl parçadır. Daha sonra burada belə bir taxt üçün dəstimiz var. Bu sifarişlərdən sonra geriyə qalanlar. Keçən dəfə yadınızdadırsa demişdim ki, beşik dəstləri hazırlayıram. Həmin vlogdan sonra bir bacı yazdı ki, birini mən istəyirəm. Bunu hazırdır. İnşallah gedəcək həmin bacıya. Deməli belə bir yastıq üzü var. Kənarı kantlıdır. Bilmirəm rəng videoda düşəcək yoxsa yox. Açıq çəhrayı rəngindədir. Daha sonra belə kənarı qırçınlı və kantlı. Belə bir yastıq üzü var. Yorğan üzü var. Və belə döşək üzü var. Bir də unutdum deyim. İstəyə görə yastıqların üzərinə ad da yazılır. Yorğan üzlərimiz də bu formada düyməlidir. Düyməsi də gizli formadadır. Belə düyməliyik. Daha sonra bu düymələnmiş hissə görürsünüz bu qatın içərisində belə qalır və nə üzərindən, nə də ki altından düymə izi bilinmir. Bunu da belə oğlanlar üçün nəzərdə tutmuşuq. Bu da həmçinin açıq mavi rəngdədir. O qədər açıqdır belə. Yəni çox gözəl rəngi var da. Biraz da videoda ola bilsin ki, çox açıq düşür. Bir tık, yəni gördüyünüzdən tündür də belə deyim. Bunu da belə bu cür döşək üzü seçdik. Eyni ilə yəni həmin dəstin sadəcə olaraq rəng fərqi ilə belə hazırlayacağıq. Bir də qiymət soruşursunuz. Mən şərhlər bölməsində nömrə qeyd edəcəm. Qiymətlə bağlı, sifarişlə bağlı zəhmət olmasa oradan yazıb maraqlana bilərsiniz. Belə. Bunu indi paketləyim. İnşallah sabah öz ünvanına çatdıracağıq. Əsmanı gözləyirəm qapıda. Valideyn gətirəcək bugün. Tez çıxıblar dərsdən. Bu da qapı açılan kimi buradan çıxmaq istəyir. Biz də qoymuruq. Çünki ayağın biri yoxdur. Belə deyim də daşa divara dırmaşa bilmir. Yəni çölə çıxsa, yəni çıxmağı ilə ölməsi bir deməkdir də. İt falan olsa, yəni qaça bilməyəcək, dırmaşa bilməyəcək bir yerə. Ona görə də biz də qoymuruq. Dayanıb yanındakı başım qarışsın, bu da çıxsın arada. Gəlir. Bir də basana bax. Salam. Salam. Necəsən? Yaxşıyam. Ver mənə. Yorulmusan? Yorulmamışam. Sinif soyuq idi. Baxın, qapağımı deyildim. Yaxşı eləmişsən. Əsma sizin üçün popcorn hazırlayır. Özdə elə belə popcorn deyil ha. Yəni hamısı partlayır. Ne yedin Əsma? Birinci qaşıq götürürük. Birinci bunu yaxşı-yaxşı qarışdırırsınız. Bundan sonra yağ tökürsünüz. Ondan sonra yaxşı-yaxşı qarışdırırsınız. Heç nə qorxmayın. Çünki sizə patlamayacaq yağ içəndə. Yağdır da nədir ki?
Ondan sonra patlayandan sonra krışka koyursunuz. Ne vaxta kimi qarışdırırıq? Bir dəfə bir patlayanda demək krışka qoymalısınız. Bəli. Çox tökdüm ama. Yo, çox deyil. Ne oldu əlində? Yox, ama sən bu gəlir. Ha, ayaq üstə dursa, ayaq üstə dursan. Al. Aksın. Biri patladım ama Ha, krışka. davay. Ha, tez ol. Salam. Biz gedik dənizə. Osman Pamadasından. Bax mənə. Bax mənə. Hamı buradadır ki. Orada elə çadır da qurublar Samir. Yol üstü istəyirəm. Bazar stora Araza baxın. Qabiyan tablet üçün keçən dəfə yazmışdınız ki, buralarda var, amma mən heç rastıma çıxmayıbdı. Amma yenə də istəyirəm bu dəfə də baxım, ola bilər gözümdən qaçıb. Qabiyan tabletimdə demək olar ki, yoxdur da. Dünən axşam sonuncunu qoydum. İnşallah ki, taparam. Qabiyansız mən keçinə bilmərəm. Nereden eşidirəm, bəzən deyirlər ki, qabiyan çox gərəksizdir. Mən elə düşünmürəm. İmkan varsa mütləq deyərdim, tövsiyə eləyərdim ki, alın. Yəni bu siz həm işığa qənaətdir, həm suya qənaətdir, həm də ən əsası da belə deyim də öz canınızın, yəni qeydinə qalın da. Əsmanın 1 yaşı olanda almışdım. O da Əsma çox qucaq istəyən uşaq idi. Ona görə işlərimi çatdıra bilmirdim. Həmin vaxtlarda anamın tövsiyəsi ilə aldım. Anam dedi ki, nə yaxşı qabiyan maşını almırsan. Həmin vaxtlarda aldım və yaxşı ki almışam deyirəm. Deyirlər ki, o elə qabı yuyub maşına qoymaqdansa elə əlimdə yuyub götürərəm. Amma mən neçə illərdir istifadə edirəm. Heç vaxt qabları yuyub maşına qoymamışam. Hətta əgər iri qırıntılar, yemək qırıntıları varsa, onları sadəcə olaraq qaşıqla sıyırmışam və o şəkildə qoymuşam. Özünüzə edəcəyiniz ən böyük yaxşılıqdır. Əgər maddi imkanınız varsa, tövsiyə edirəm şiddətlə. Belə. Bir də qurudan maşını soruşursunuz. Keçən vlogdakı məsləhət görərdiniz. Mən düzdür həyət evində yaşayıram, amma həyətə yəni neçə illərdir buradayım. Heç vaxt həyətə paltar asmamışam. Əsasən qışda deyərdim, rahatdır istifadəsi. Yayda tez quruyur paltar, qışda biraz uzun çəkir quruması. Var imiş. Mən həmişə bunu alırdım. Həmişə bunu alırdım. Bir dəfə bunu götürəcəm. Görüm necə olacaq. 50 dənəsi 18-19 indirimdədir.
internette yazılıb ki, Hə. o qədər maşınlar var. Hə. Onlar da kimsə bilmiyorlar. Onun içində də çoxlu adamlar var. Ona görə də avtobuslar ispользовать eləyin ki, yolu tez-tez keçəsiniz.